gün hindli bir müəllim öz şagirdlərindən çayın kənarından keçir və keçdiyi zaman iki bir-birinə bağıran insan görür. Müəllim çönür şagirdlərinə sual verir ki, sizcə bu insanlar bir-birinə bu qədər yaxın məsafədədirlər də, çox yaxındılar. Niyə bir-birlərinə bu qədər bağırmaq, qışqırmağa ehtiyacı duyurlar? Yaxındılar da, yəni yavaş desələr bir-birinə eşidəcəklər də. Niyə bağırmağa ehtiyacı duyurlar? Və tələbələr hərəsi öz düşündüyü kimi cavab verir və əlbəttə ki, müəllimi qane etmir. Müəllim bunu bu cür əsaslandırır ki, əziz tələbələrim, baxın, insan əsəbi olanda, əsəbi olduqları üçün onların qəlbləri bir-birindən uzaqlaşır. Yəni, qəlb uzaqlaşdıqca da biz qışqırmaq, bağırmaq məcburiyyət hiss edirik ki, o eşitsin bizi. Qəlblər bir-birindən uzaqdır axı. Ona görə də onlar qəlbləri uzaq olduğu üçün bir-birlərinin sözlərini eşidirə bilmirlər. Ona görə aqressiv olurlar. Yəni, aqressiv olmaq, əsəbi olanda insanın qəlbləri uzaqlaşar bir-birindən. Amma deyir, gəlin baxaq sevən insanlara. Sevən insanlar deyir, görürsünüz, uzaq məsafədən belə bir baxışdan, bir göz ifadəsindən nə demək istədiyini qarşı tərəf ötürür. Yəni, sevginin gücünə baxın, məsafələr nə qədər böyük olsa da qəlblər bir o qədər bağlı olur bir-birinə.